Hər vaxtınız xeyir əzizlərim. Yadımdan çıxdı əvvəlini çəkmək. Elə bil ki, burada qabın içində olan 4 ədəd yumurta, 2 stəkan pesokdur. Stəkan ölçümüz də bu stəkanda 2 stəkan 1 pesok. İndi şirinəsini az eləmək istəyənlər stəkan yarım da eləyə bilərlər. Bunun içinə elə bil mən 4 porsiyalıq eləyirəm də, 4 yumurtadır, 4 stəkanda mən un qatacağam. 2 stəkan da duru yağ, istəsəniz kərə yağı da vura bilərsiniz. Kərə yağından da 500 qram kərə yağı istifadə olunur. Bir də kurabiyenin dadlı olmağı üçün mənim ən sevdiyim, yəni limondur. Limonu tyorkadan keçirəcəm. Bir qəşəng dadlı kurabiyələr alınır. Bir vanil, bir qabartma əlavə edirəm. Elə bil 2 porsiya üçün. Amma mən 4 porsiya elədiyim üçün 2 vanil, 2 qabartma istifadə edəcəm. Vanilimiz, qabartmamız da ki, budur. Hərəsindən 2-2. Tyorkanın iri gözündən çox böyük olduğuna görə fırladım, ona görə xırda hissəsindən eləyirəm. Limonun son vəziyyəti budur. Çox çərtəkli idi, həm də ki, çox səsini tyorkadan keçirmək olmadı. Ona görə belə xırda doğradım. Karışdırıb bu vəziyyətə gətirəndən sonra, yağı tökəndən sonra da unumuzu əlavə edirik. Onun üstündə mən istifadə edirəm vanilya qabartmanı. İndi onları əlavə edəcəm. Məndə un elə bil 4 stəkan yox, hələ 5 stəkan vurmuşam. 5 stəkandan da əlavə olur. 6 stəkan getdi təxminən. Ona görə də biraz artırıram. Xəmir hələ yapışır bu vəziyyətdə, amma xəmir hələ yapışılmalıdır.